Salam uşaqlar, söz verdiyim kimi trigonometrik eyniliklərin ikinci hissəsini çəkirəm, yəni 40-dan sonranı. 40-cı sualı izah edəndə sizə demişdim ki, sinus x-la kosinus x-in hasilinin qiymətlər oblasti əslində heç vaxt dəyişmir. Nə demişdik? Demişdik ki, sinus x, kosinus x hasilinin qiymətlər oblasti əslində -2/1 ilə 2/1-dir. Yəni ən balaca qiyməti -2/1-dir, ən böyük qiyməti 2/1-dir. -2/1-i yerinə qoysam, funksiyanın qiymətlər çoxluğunu tapmış olsam, -2/1-i yerinə qoymuş olsam cavab 0, 2/1-i yerinə qoymuş olsam cavab 1. Yəni balaca qiymətimiz 0, böyük qiymətimiz 1 olacaq. Amma mən sizə söz vermişdim ki, onun izahını da verəcəm ki, niyə görə qiymətlər çoxluğumuz -2/1 ilə 2/1 arasında olur. Uşaqlar, iki qat arqument düsturları var. Məsələn, sinus 2x. Sinus 2x bərabərdir. 2 vurulsun sinus x vurulsun kosinus x. Yaxşı, buna deyirlər iki qat arqument düsturu. Bir dənə də kosinus 2x-i indidən yazıram. Bunu da öyrənin. Kosinusun kvadratı x çıxılsın sinusun kvadratı x. Bunu da qayda dəftərinizə əlavə edirsiniz. Başlığa da iki qat arqument düsturlarının ən vacibləri. Sinus 2x, bir də kosinus 2x. Fikir verirsiniz. Bunun üstə gəlməsini danışmışdıq keçən dəfə. Eynilik 1. Amma çıxması bizə nə verəcək? Çıxması bizə verdi. Kosinus 2x-i verdi. Nə deyirlər buna? İki qat arqument düsturu. Məsələn, sənə sinus 4x lazımdırsa, yenə maket bu maketdir. 2 yerində qalır, sinus yerində qalır, kosinus yerində qalır. Sadəcə sinusun arqumentinin əvəzinə buradakı 4x-in yarısını 2x-ə buraya yazacaqsan, 2x-ə buraya yazacaqsan. Oldu mu? Hə, indi nəyə gəlirəm? Bundan sonra sən hardasa sinus x ilə kosinus x-i yanaşı görsən, hasil kimi. Bu da qeydlərdən biridir. Bax, yaza bilərsən ki, sinus x ilə kosinus x-in hasilini hardasa görsəm, bunu mən nəyə vurmalıyam? 2-yə vuracaqsan, 2-yə böləcəksən. Yəni, durduq yerə bir şeyi vururamsa, bölməliyəm ki, təzən ixtisar gəndə eyni şey alınmış olsun da. Və bu da nəyə bərabər olacaq? 2 sinus x kosinus x mənə verəcək sinus 2x bölünsün 2. Düzdür? Axı sən sinus 2x-in qiymətlər çoxluğunu bilirsən. Sinus 2x-in qiymətlər çoxluğu, yəni arqumentinə baxmadan sinusun qiymətlər çoxluğu -1, 1-dir. Ən balaca qiyməti -1 yazsaq, cavab olacaq -2/1. 1-i yazmış olacaq 2/1. Gördünüz? Yəni həmin ifadənin qiymətlər çoxluğuna niyə -2/1, 2/1 olduğunu yəni isbat elədik, göstərdik. İndi bundan sonra da istəyirsənsə qayda olaraq -2/1, 2/1 əzbərlə, istəmirsənsə yolu ilə gedə bilərsən. Yolu ilə getməyi nə gözəl, çox sevinərəm yolu ilə getsin. Amma yolu ilə gedə bilmirsənsə, onda qayda ilə əzbərlə. İndi gəldik bu hissəyə, bunu yolu ilə gedəcəm. Sinus x-in kvadratı, kosinus x-in kvadratı, yenə də hasildə mi kvadrat var? Dedik ki, bunu nəyə vur həmişə? 2-yə vur dedik, düzdür? 2-yə vur. Tamam, 2'ye vuracağım onda. 2 vur, sinus x, vur, kosinus x. Deyirsən, ay müəllim, kvadratlarıydı axı. Uşaqlar, onda kvadratlardasa 2'ye yox, 2'nin kvadratına vuracaqsan, 2'nin kvadratına, yəni 4'ə də böləcəksən. 4'ə vurdum, 4'ə böldüm. Yaxşı. Bəs yaxşı, bu mənə nə verəcək? Bu mənə verəcək 2 sinus x, kosinus x mənə nə verərdi? Sinusun 2 qatını verərdi, düzdür? Amma bu mənə nə verəcək? Sinusun 2 qatının kvadratını verəcək. Bəs yaxşı, müəllim, mən sinusun kvadratı 2x-in qiymətlər çoxluğunu bilirəmmi? Əlbəttə bilirsən. Kvadratın ən balaca qiyməti neçədir? 0. Ən böyük qiyməti nədir? Bilirsiniz, sinusun ən böyük qiyməti 1-dir. 1-in də kvadratı 1 olaraq qalacaq. Deməli, bu hissə var, sürətin cavabı. Ən balaca 0 qiymətini qoya bilərəm. Ən balaca qiyməti qoy. Yəni, əkə geçsin qoy. 0 qoyub hesablayanda cavab 3. 1'i qoyub hesablayanda 4'də 1 üstə gəlsin 3. Cavab oldu 3,25. Yəni bizim cavabımız olacaq 3'dən 3,25'ə qədər. Aydın oldu. 42-ci sualımız da belə getdi. Sonra 42'dən sonra gəldim 43-cü suala. 43-cü sualda nədir? 43-cü sualda da yenə qiymətlər çoxluğunu istəyir. Yenə qiymətlər çoxluğunu istəyir. Neynirəm? Deməli, 5'i saxlayıram yerində. Sinusla kosinusun hasilini gördüm. Əlbəttə ki, bunu 2'ye yox, kvadratlar olduğuna göre 2'nin kvadratına vuracağım. 2'nin kvadratına. Vurduğun şey mütləq bölünməlidir. Böldüm. Bəs yaxşı, bu mənə nə verəcək? Bu mənə nə verəcək? 2 sinus x, kosinus x. Bunlar x'i mənə verdi. Sinus 2x. Üstünde nə olacaq? Kvadrat. Bundan sonra artıq bu ifadəni sən tanıyırsan. Bu ifadənin əkəgesini də, əbəgesini də bilirsən.
ƏÇG-sin, ƏBG-sin yerinə qoyaraq bunun ƏÇG, ƏBG-sini tapa bilirsən. Ən balaca qiyməti, kvadratın ən balaca qiyməti. Ümumiyyətlə uşaqlar var. Sinusun. Qiymətlər çoxluğu -1, 1-dir. Bəs yaxşı, ay müəllim, kvadratınınki nədir? Kvadratınki 0, 1-dir. 0 qoyanda yerinə ən kiçik qiyməti tapdıq. 0 qoyanda cavab oldu neçə? 5. Əslində 0 qoyanda mənfi olduğuna görə ƏÇG yox, ƏB qalınır. Bir dənə də 1 qoyuram yerinə. 1 qoyanda cavab alınır 5 çıxılsın 4-də 1. Onu da cavab eləyəcək 4, 75. Və yaxud da ki, sən bunu bilmədin də ən böyük qiymətli, ən kiçik qiymətli. Yaxşı, heç üstünə yazma. 0 qoy hesabla cavab 5, 1 qoy hesabla 4,75. Yəni, başa düşürsən ki, birinci balaca qiymət yazılmalıdır. 4-dən 175-i qeyd edəcəksən, sonra 5-i qeyd edəcəksən. Buyur, cavabda bunu axtarıb tapacaqsan. Aydındır. 43 də belə. 43-dən sonra gəldik 44-ə. Görək 44-də nə deyir? Deyir ki, sinus alfa ilə kosinus alfanın cəmi A-ya bərabərdir. Ədəd verməyib, A verib, olsun. Problem deyil. Yaza bilərik. Belə bir ifadəni istəyir. Uşaqlar, mən sizə demişəm ki, müxtəsər vurma düsturlarını yaxşı bilməlisiniz. Əlbəttə, ilk öncə müxtəsərini açıram. Sinus alfa üstə gəlinsin kosinus alfa. Yanında da nə olmalıdır? Natamam kvadratı. Birincinin kvadratı. Üstə gəlinsin ikincinin kvadratı. Və sadəcə hasil. Sadəcə hasil. Bir də bölünsün 2. Uşaqlar, mən sizə də belə bir şey demişdim. Demişdim ki, sinusla kosinusun cəmini, fərqini, tangeslə cəmini, fərqini görsən neynə? Demişdim ki, kvadratda qaldır. İndi deyirsən, mənim burada mütləq nəmə kvadratda qaldırmaq? Bəli, mütləqdir kvadratda qaldırın. Aha, deməli, sinus alfa üstə gəlinsin kosinus alfa bərabərdir A. Nə dedim? Dedim, kvadratda qaldıraq. Qaldıram kvadratı. Kvadratda qaldıranda birincinin kvadratı, üstə gəlinsin ikincinin kvadratı və natamam yox, tam şəkildə hasilinin 2 misli. O da bərabərdir. O da bərabərdir A-nın kvadratına. Bu bizə nə verir? Eynilik 1, 2 dənə sinus alfa vur kosinus alfa, o da bərabərdir A kvadratı. Biri A kvadratının yanına atıram. Attım. Oldu A kvadratı çıxılsın 1. 2-yə bölməliyəm. Çünki mənə 2 lazım deyil. Sadəcə sinus alfa ilə kosinus alfanın hasili lazımdır. Deyirsən, mənim niyə bunu elədin ki? Baxın, burada lazımdır da ona görə. İndi də əlimizdə hər şeyimiz var. Hər şey. Bir dənə qaldı yerinə yazmaq. Yerinə yazmaq deyəndə nə nəzərdə tuturam? Cəmimiz var mı uşaqlar? Bəli, var. A. Möhtərzəni açıram. Uşaqlar, bu ikisinin kvadratlarının cəminin əvəzinə nə yazacaqsan? 1 yazacağam. Bunun yerinə nə yazacağam deyə burada yazmışam. Çıxılsın A kvadratı, çıxılsın 1, bölünsün 2. Bir dənə məxrəcə 2. Uşaqlar, yerim qalmadı, sadələşməni sizə ötürürəm. İnşallah gözünüz yazacaqsınız. İnanıram sizə. 44-lə də sağollaşdıq. Gəldik 45-ci suala. 45-ci sual eynisindəndir. İnşallah burada yer çatdıraram. Özüm axıra qədər gedəcəm. Sinus alfa çıxılsın kosinus alfanı. Cavabının niyə yazıram təzən? Nə edirəm? Kvadratda qaldırıram. Yaxşı. Birincinin kvadratı. Üstə gəlinsin ikincinin kvadratı. Bir şeyin yadınıza salım. Çıxma olsa da, mənfi olsa da kvadratdan qarşısında heç vaxt mənfi ola bilməz. Və həmin ədədlər sinusla kosinusun hasilinin 2 misli bərabərdir A kvadratına. Uşaqlar, bunun cavabı nədir? Bunun cavabı nədir? Bunun cavabı 1-dir. 1 çıxılsın 2 dənə sinus alfa, kosinus alfa bərabərdir A kvadratı. Çıxılanı taparkən, görünürmü? Çıxılanı taparkən azalandan fərqi çıxdım, sonra da 2-yə böldüm. 2-yə də böldüm. 1 çıx A kvadratı bölünsün 2. Əla. Yaxşı, sonra nə edəcəm? Sonra məndən nə istənir? Onu eləyəcəm. Düstur qəşəng açıram, bayaq açdığım kimi. Özlərini yazıram. Yanına da natamam kvadratını. Birincinin kvadratı, ikincinin kvadratı və üstə gəlməklə sinus alfa ilə kosinus alfa nəysə burada kökü yazmış olduq. Bərabərdir, böyük kəsr xəttimi çəkim. Fərqimizin qiyməti varmı? A. Bunların ikisinin qiyməti varmı? 1. Sinus alfa ilə kosinus alfanın hasilini tapmışam mı? Bəli, tapmışam. Buyur. Məxrəcdə nə var? 2.
Bərabərdir. Neyniyək? Vurmanın paylanma qanunundan A-nı vurdum 1-ə. A. Vurmanın paylanma qanununa görə ikinciyə vurdum. İkinciyə vuranda A-nı elə bir ki, sürətə vururam da. A çıx A-nın kubu bölünsün 2, bir dənə də məxrəcdə 2. Sürətə ortaq məxrəc eləyirəm 2. 2A üstə gəlinsin A, çıxılsın A kubu. Bir dənə də məxrəcdə 2. Bu 2 düşdü aşağıya. Oldu 4. 2A 3 dənə A çıxılsın A-nın kubu. Bunun cavabına baxacağım. 45-yə görək mi belə cavab varmı? Deməli 3A çıxılsın A kubu bölünsün 4. Bəli, A variantı var. Bu da belə getdi. Ondan sonra görək nəyimiz qaldı. Gəldim 46-cı suala. 46-cı sual nədir? Y, Y istənilir, qiymətlər çoxlu istəyir. Necə tapaq? Deyirsinizsə, neyniyək? İlk öncə altını çıxardıram mötərizənin xaricinə. Sinus 4-cü dərəcənin x, kosinus 4-cü dərəcənin x. Uşaqlar, keçən dəfə 6-cı dərəcə ilə bağlı demişdim. Bu da ona oxşar bir şeydir. İkinci dərəcədən x-in kvadratı üstə gəlinsin. İkinci dərəcədən yenə kosinusun kvadratı kimi yazmaq olar mı? Olur. Gözünüzdə nə canlandırırsınız? Elə bilin ki, bu A-dır. Bu da sizin üçün B-dir. Sanki siz 6 vurulsun A kvadratı üstə gəlinsin B kvadratından danışırsın. Necə açardın? Bunun üçün mən sizə düstur demişdim də. Keçən dəfə də yazmışdım. A üstə gəlinsin B-nin kvadratı çıxılsın 2AB yazaram mı? Yazaram. Amma xahiş edirəm, indi gətir. A nədir, B nədir? Yerinə yaz. A-nın yerində nə dayanıb? Sinusun kvadratı x. B-nin əvəzində nəyə dayanıb? Kosinusun kvadratı x. Çıxılsın, 2 vurulsun. Sinusun kvadratı x, bir də kosinusun kvadratı x. Bərabərdir. Uşaqlar, bunun qiyməti tanışdır sizə. 1 çıxılsın. Bir dənə bu hissəni təzdən yazım. Sonra sizə bir şey deyəcəm. Uşaqlar, bu ifadə görürsünüz hasildir. Sinus x, kosinus x ikisi də var. Amma kvadrat olduğuna görə bu 2 yox. Nə olmalıydı? 2-nin kvadratı olmalıydı. Elə bir ki, 2-nin kvadratı nə deməkdir? Bir dənə 2-yə vurmaq lazımdır da, düzdür. 2-nin biri vardı, birinə vurdum. Yaxşı, vurdumsa mütləq də qayırmaq lazımdır, bölmək lazımdır. Elədim. Ondan sonra neyniyərəm? 6 qalsın hələ kənarda. 1 çıxılsın. Bu yuxarı mənə nə verəcək? Yuxarı mənə sinus 2x-in nəyini verdi? Kvadratını. Razısınız mənlə? Bir dənə məxrəcdə nə var? 2. Ay müəllim, indi nə qayrı? 6-nı vurmanın paylanma qanunundan aç. 6 çıxılsın. 6-nı bura vuranda 3 sinusun kvadratı 2x. Ay müəllim, mən bunun qiymətlər çoxluğunu tanıyıram deyirsənsə, bilirəm tanıyırsan. Ən balaca qiyməti 0 qoyub yerinə hesablayanda 6. Ən böyük qiyməti 1 qoyanda 6-dan 3 çıxdım 3. Uşaqlar, deməli ifadəmizin cavabı nə olacaq? 3, 6. 47-ci sualda da yenə qiymətlər çoxluğunu istəyir. Yenə eyni şey eləyirik. 4-ü çıxardırıq mötərizənin xaricinə. Sinus 4-cü dərəcədən x üstə gəlinsin kosinus 4-cü dərəcədən x. Yenə neynirik? Yenə sinusun kvadratı x-in kvadratı kimi və kosinusun kvadratı x-in kvadratı kimi yanaşırıq. Yenə də dediyim kimi bu bizim üçün A-dır, bu bizim üçün B-dir. Yəni sanki bizim əlimizdə A kvadratı ilə B kvadratı var. Düzdürmü? Yəni düstur kimi atsaq cəmin kvadratından 2AB çıxmalıyıq. A-nın B-nin yerinə nə var? İndi qoyuram yerinə. A-nın yerinə qoyuram. A nədir? Sinusun kvadratı x. B nədir? Kosinusun kvadratı x. Amma bir dənə kvadratları var. Sinusun kvadratı x və kosinusun kvadratı x bərabərdir. 4 qaldı yerində. Bunun cavabı eyniliyə görə 1. Çıxılsın. Uşaqlar, bayaq dediyim kimi, bunun nəyə əksikdir? Elə bir dənə 2-yə vurmaq lazımdır bunu. Tamam, bir dənə 2-yə vuranda avtomatik bu 2-nin kvadratı olacaq. Amma bir dənə də məxrəcində mütləq 2 yazmaq lazımdır. Yəni, sürət mənə verəcək sinus 2x-in kvadratını vermiş olacaq. Bundan sonra yenə vurmanın paylanma qanunundan istifadə edirəm. 4 çıxılsın 2 dənə sinus kvadratı 2x və burada nəyin qiymətlər çoxluğunu tanıyırıq? Bunun qiymətlər çoxluğunu tanıyırıq. Ən balaca qiyməti 0, ən böyük qiyməti 1. Ən balaca qiyməti 0-ı qoyanda yerinə cavabı aldıq nə? 2. Ən böyük qiymətini qoyub
bir üzr istəyirəm, 0 və 1 qoymalıyam da. 0 qoyanda aldıq cavab 4, 1 qoyanda cavabı aldıq 2. Yəni qiymətlər çoxluğumuz nə oldu? 2, 4. Burada mən sizin nəyi demək istəyirəm? Və fikir verirsiniz, bunun ən kiçik qiymətin yerinə yazanda böyük qiymət almış olduq. Böyük qiymətin yazanda kiçik qiymət almış. Səbəb nədir? Qarşısında mənfi olmağı. 47-ci sualda belə getdi. 47-dən sonra gəldik 48-ə. 48-ci sualda hasil var. Belə bir fərqin modulunu istəyir. Mən həmişə tənli olaraq deyəndə deyirdim ki, fərqdir, cəmdir, gördün kvadratda qaldır. Burada da nə edəcəksiniz? Götürəcəksiniz bu fərqi, qaldıracaqsınız kvadrata. Kvadratda qaldıranda mənə nə verirdi? Yenə mənə verir kvadratlar cəmin, bir də verir mənə sinus x-la kosinus x. Bu isə bizə verdi 1. Bu hissə, uşaqlar, bax bunun cavabı var da, bizdə fikir verirsiniz. 2 vurulsun 8-də 3. O da oldu 1 çıxılsın, ixtisarıma aparsam 4-də 3, yəni 4-də 1. Aldıq ki, sinus alfa ilə kosinus alfanın fərqinin kvadratı 4-də 1-dir. Uşaqlar, kvadratı 4-də 1 olan 2 ədəd var da, bilirsiniz. Ya bu fərq 2-də 1 imiş, ya da mənfi 2-də 1 imiş. Ona görə də sizdən modul istəyir ki, 2-də 1 və yaxud da mənfi 2-də 1 bizim üçün fərqi yoxdur. Hansını götürürsünüz, götürün. Modulu 2-də 1-dir və 2-də 1-i də 3-ə vuranda cavabımız oldu 2-də 3, yəni cavabımız 1,5. 48-ci sualda bitdi. 48-dən sonra 49 yoxmuzdur. 49 yazmamışam. Bana görə 49 nədir ki? 49-cu sualda uşaqlar eynisindəndir. İnanıram ki, öhdəsindən gələcəksiniz, yazmıram. 50-ci suala baxıram, görüm 50-ci sualda nədir? 50-ci sualda belə bir ifadədir, sadələşdirmək lazımdır. Düşünək görək, neyniyə bilərik? Neyniyə bilərik uşaqlar? Belə baxıram ki, buradan sinusun kvadratı alfanı bəlkə çıxardım mötərizənin kənarına. Çıxartdım. Nə qaldı? Hamısı getdi çölə 1. 4 dənə idi, ikisi getdi, 4 dənə idi, ikisi getdi, ikisi qaldı, düz deyirəm. Burada da kosinus 4-cü dərəcə alfanı saxladım. Burada da eyni vəziyyətdə kosinusun kvadrat alfanı çıxartdım çölə. Hamısı getdi. Burada ikisi gedib, ikisi qalıb. Bu da çöldədir. Burada düşürsün, bu 2 dənədən götürmüşəm yəni. Ondan sonra bərabərdir. Bərabərdir, görək nə verir bizə. Sinusun kvadratı alfa ilə işim yoxdur. Bunu xatırlayırsınız yəqin ki, birdən sinusun kvadratı alfanı çıxanda bizə kosinusun kvadratı alfanı verir. Yanlarında da kosinus 4-cü dərəcə alfa. Kosinusun kvadrat alfa yerindədir. Bu mənə verir sinusun kvadrat alfanı. Yanında da sinus 4-cü dərəcə alfa. Uşaqlar, burada var ha, fikir verirsiniz. Bu yuxarıda 2 hədd var, aşağıda da 2 hədd var. İndi mən deyə bilərsən ki, ay müəllim, 1, 2, 3 dənə hədd. Yəni bu vurma ilə olansa, bu mənim 1 həddimdir, bu da mənim 1 həddimdir. Yaxşımı? Yəni bu 2 hədlidir. Burada yenə 1 hədd var, burada 1 hədd var. Mən götürürəm bunlardan ortaq vuruq çıxardıram çölə. Nə çıxardacam mötərizə xaricində? Kosinusun kvadrat alfanı çıxartdım. Və bu ikisindən yerdə qalan nədir? Sinusun kvadrat alfa. Bundan 4 dənə idi. İkisi getdi, ikisi qaldı. Burada yenədən sinusun kvadratı alfanı çıxardıram çölə. Bu gedib çölə, bu qaldı. Buradan da ikisi qaldı. Görürsünüz də yəqin ki, eynilik 1-1 verir mənə. Aldıq kosinusun kvadrat alfa bölünsün sinusun kvadrat alfa. Kosinusun sinusa nisbəti kotangensdir. Kvadratı da olduğuna görə cavab oldu kotangensin kvadratı alfa. Bu da oldu bizim 50-ci sualımız. 51'ə baxıram görüm 51'i nə qayıra bilərəm? Uşaqlar, yəni burada eyni vuruq olmalıdır ki, ixtisar edib sadələşdirim da. Burada nəsə ortaq vuruq çıxartmaqdan ötürü bu kosinus nəsə işimizə yaramayacaq. Yəni bu da sinus olsaydı nəsə bir şey fikirləşərdi. Bəs yaxşı, neyniyək? Kosinus kvadratı alfanın yerinə 1 çıxılsın sinusun kvadratı alfa yazmaq olarmı? Bəli, olar. Yazdıq. Yuxarıda uşaqlar, yuxarıda biz necə düşünməliyik? Yuxarıda necə düşünməliyik? Sanki. Bu sinusun kvadratı alfa deyil. Sinus alfanın bir t əvəzləməsi eləsəm, sanki əlimdə t kvadratı çıxılsın 5t, üstə gəlsin 6 var.
Yəni əlimdə nə var sanki? Kvadrat üçədli. Bu kvadrat üçədlini də vuruqlara ayırmağı şifahi şəkildə yazası olsam, belə olduğunu görəcəksən. Ay müəllim hardan bildi? T-ni T-yə vurdum T kvadratı. Mənfi 2 mənfi 2-yə vuranda 6. Mənfi 3 T-yə vurub, bir də mənfi 2-ni T-yə vurub. Toplayanda bu. Və yaxud da qaydaya görə qaydamız belə idi də. T-dən çıxmalıyam kökün birini, T1-i, T1 kökdür. T'dən çıxmalıyam ikinci kökü. Nə kökü? Yəni bu vietlə, diskriminantla nə ilə tapırsan tap həmin köklərdir də. Neysə də buranı izah eləmirəm. Başqa sinif bir şeydir. Yəqin ki anladınız. Nə oldu? T çıx 3, T çıx 2. T'miz nədir? T nəyin əvəzində yazmışdım? Sinusunda. Yəni sürət sinus alfa çıx 2, sinus alfa çıx 3 deməkdir. Bərabərdir. Yenə də sinus alfa çıx 2, sinus alfa çıx 3 qalır. Sonra burada da biri mənfi, biri müsbət getdi. İki dənə bu qalmışdı. Bir dənə sinus alfanı atıram çölə. Sinus alfanı atıram çölə. Bəlkə mənfi sinus alfanı ataq yaxşı. Mənfi sinus alfanı atıram. Uşaqlar iki dənə idi. Biri getdi çölə, biri qaldı. Mənfi ilə çıxartmışam amma. Ona görə bu işarəsi üstə gəlməkdir. Çıxa çevrilirmi? İki dənə sinus alfadan sinus çöldədirsə 2 qaldı. İxtisar getdi mi? Getdi. Cavab sinus alfa çıx 3 bölünsün mənfi sinus alfa. Əlbəttə ki, belə bir cavab çox ehtimal ki olmaz. Çünki bu mənfini götürərəm, verirəm sürətə. Sürəti sinus alfa çıx 3 yox, 3 çıxılsın sinus alfa eləməyimiz daha gözəl olar deyə düşünürəm. Gəlin baxaq görək 51-ci sualda belə bir şey varmı cavabı? 51-in cavabı 3 çıxılsın sinus alfa bölünsün sinus alfa. Bəli var. Cavabımız da oldu hansı variant?